bir dənə də söz deyib, onu da deyim, lap belə ləzzət aparım bugün. Peyğəmbər sallallahu dedi, ya Ali, İnnə məsələkə kəməsəlil surətil İxlas. Dedi, ya Ali, sənin məsəlin İxlas surəsinin məsəlidir. Bura qədər heç kim başa düşmür, nə deməkdir? Ya Ali, sənin məsəlin İxlas surəsinin məsəlidir. Mən qara'əl surətəl İxlasə mərrə fəqəd qara'əl sulus Quran. Dedi, ya Ali, hər kəs İxlas surəsini bir dəfə oxusa, Qur'anın 1/3 oxumaq savabına bərabərdir. Ya Ali, hər kəs səni dili ilə desə ki, sevirəm, imanının 1/3 var. Hər kəs İxlas surəsini 2 dəfə oxusa, Qur'anın 2/3 oxumağının savabı var. Ya Ali, hər kəs dili ilə və qəlbi ilə desə, səni sevirəm, imanının 3/2 hasildir. Ya Ali, hər kəs İxlas surəsini 3 dəfə oxusa, bir Qur'an oxumağın savabına bərabərdir. Ya Ali, hər kəs dili ilə desə səni sevirəm, qəlbi ilə iqrar eləsə və əməlləri ilə də sənin ardınca gəlsə, imanı kamildir.